Hər vaxtınız xeyir. Obyektivdə sosial gündəmin baş xəbərini müzakirə edəcəyik. Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Oktyabrın 24-də Gülüstan Sarayında SocialGov 2025 Süni Zəka, İnsan və Transformasiya üçün adlı beynəlxalq konfrans keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dost Agentliyi tərəfindən təşkil olunacaq tədbirdə məqsəd sosial sahədə idarə etmə və xidmətlərin rəqəmsallaşması, süni zəka texnologiyalarının tətbiqi, eləcə də gələcəyin əmək bazarına uyğun yeni yanaşmaların müzakirəsidir. Bizimlə qalın. Həftə ərzində sosial sahədə baş verənlər obyektivin diqqət mərkəzindədir. Ən dəqiq məlumatı birbaşa mənbədən çevik sizə gətiririk. Bizimlə birbaşa bağlantıda sosial xülasənin təqdimatı ilə Dost TV-dəki həmkarım Əsmər Nəcməddin qızıdır. Əsmər, hər vaxtın xeyir. Salam, hər vaxtınız xeyir olsun xanım. Dost TV ilə Real TV-nin ortaq yayımında sizi və tamaşaçıları salamlayıram. Həftənin əsas xəbərlərini təqdim edirik. Arzu və Alena Əliyevalar növbəti dəfə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüblər. Görüş zamanı uşaqlar üçün rəngarəng əyləncə proqramı təşkil edilib. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 sayılı uşaq evi sosial xidmət müəssisələrinin sakinləri iştirak ediblər. Dövlət Məşğulluq Agentliyinin təşkil elədiyi Peşə Fest bu dəfə Qəbələ rayonunda keçirilib. Peşə Öyrən, gələcəyini qur devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb. Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında işə götürənlər tərəfindən sosial xarakterli 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Xidmət tərəfindən görülən tədbirlər nəticəsində həmin vəsait işçilərə ödənilib. Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilən 56 işçi isə əvvəlki işinə bərpa olunub. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 103 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 57,3 mini ambulator, 24,2 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada sosial-psixoloji, habelə ipoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib. Sosial Xidmətlər Agentliyi tərəfindən daha 130 imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib. Onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər. Yollayışla təmin olunanlar Duzdağ State sanatoriyasında bərpa müalicə kursu keçəcəklər. Sosial gündəm ilə bağlı çatdıracaqlarımız bu həftəlik bu qədər. Hörmətli tamaşaçılar, diqqətiniz üçün təşəkkür edirəm. Obyektiv isə davam edir. Hələlik. Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Həmkarım Əsmərə təşəkkür edirəm. Obyektiv sizinlədir. SocialGov 2025 beynəlxalq konfransı sosial rifah, texnoloji inkişaf və insan mərkəzli idarə etmənin qlobal səviyyədə təşviqinə töhfə verməyə hədəfləyir. Tədbirlə bağlı detallı məlumatları Dost Agentliyinin idarə heyətinin sədrinin müavini Tural Mayılovdan eşidəcəyik. Tural müəllim, xoş gəlmisiniz. Artıq bir müddətdir ki, Dost Agentliyinin komandası gərgin iş rejimindədir, böyük bir tədbirə hazırlaşır. Bu işdə sizə uğurlar arzulayıram. Gəlin əvvəlcə ondan başlayaq ki, SocialGov tədbirinin keçirilməsi ideyası necə yarandı? Hədəfləriniz və məqsədləriniz nədən ibarətdir? Təşəkkür edirəm, çox sağ olun dəvətinizə görə. Dünyada hal-hazırda süni intellektlə bağlı çox böyük bir inkişaf gedir və biz də bu inkişafdan geri qalmaq istəmirdik və bizə çox vacib idi ki, biz bu hal-hazırdakı ənənə ilə və texnoloji inkişafla biz də irəli gedə bilək. Və SocialGov-un da əsas məqsədi bu həm süni intellektlə bağlı olan məsələlərin həllini, həm də ki, fikir mübadiləsi apara bilək. Və bizim əsas da məqsədimiz innovativ yanaşmaların, süni intellekt alətlərinin və texnologiyaların tətbiqini, imkanlarının paylaşılmasıdır. Sosial müdafiə sistemlərində dayanıqlığın və innovasiyanın tətbiqidir və sosial müdafiə sahəsində yeni strateji istiqamətlər üzrə təkliflərin hazırlanmasıdır. Əsas da bizim innovativ yanaşmalarımız süni intellektlə bağlı olan alətlər, texnologiyaların təşviqi və onların paylaşılması
imkanlarının paylaşılması, sosial müdafiə sistemlərində dayanıqlığı və innovasiyaların təşviqi, sosial müdafiə sahəsində yeni strateji istiqamətlər üzrə təkliflərin hazırlanması, dövlət və vətəndaş münasibətlərinin yeni yanaşma ilə tətbiqi və xidmət sahəsində yeni rəqəmsal həllərinin tətbiqi. Bir neçə ildir ki, Dost Agentliyi beynəlxalq arenada sosial xidmətlərin yeni qədəm qoyduğu bu rəqəmsallaşma ilə bağlı, çeviklik ilə bağlı iş aparır, mükafatlar əldə olunub, beynəlxalq uğurlarınız var və bu konfrans da beynəlxalq bir konfransdır. Bildiyim qədər yerli və xarici qonaqlar da çox olacaq, bir çox ölkəni əhatə edəcəklər. İstərdim layihənin davamlılığı məsələsinə toxunaq. Layihənin davamlılığı hansı nəticələri verəcək? Bizim ideyamız bu layihəni 5 il əhatə edir və bu 5 il planında biz bu şəbəkəni yaratmaq istəyirik. Birinci il SOCGOV-un yaranması, bu bir şəbəkənin açılışını elan etmək istəyirik və ikinci və ümumi gələn illərimizdə bunun bir həm mükafat formasına çevirməkdir. Çünki bu sosial sahədə innovasiyaların, süni intellektli alətlərinin tətbiqi bu sahədə bizə çox vacibdir və biz bu istiqamətdə nominasiyaları da vermək istərdik və əsasən də təbii ki, biz bu forumu sosial qlobal bir foruma çevirmək istərdik. Çünki dünyada bir çox sahələrdə bu süni intellekt inkişaf edir və sosial sahədə hal-hazırda formalaşmaq üzərindədir və bizə də çox vacibdir ki, biz bu başlanğıcda olaraq biz bu sahədə ilkin addımlarımızı ata bilək, burada iştirak edə bilək və onun kökündə dayana bilək. Və ona görə bizim də əsas məqsədimiz bu beynəlxalq konfransda cəlb etdiyimiz həm ekspertlər, həm nümayəndələr, onlar öz fikir mübadiləsini apara bilsinlər, bizimlə danışa bilsinlər və biz də onların həm təcrübəsini götürüb burada bizə uyğun olaraq istifadə edə bilək. Siz qeyd etdiniz ki, 5 il nəzərdə tutulub, ölkəmizdə bir çox sahələrdə, fərqli sahələrdə artıq ənənə halını almış belə tədbirlər var. Lakin sosial sahədə süni intellektin tətbiqi ilə belə bir layihənin 5 il sürdürülməsi yəqin ki, bu ölkəmizdə bir ilk olacaq. Bəli, düz vurğulayırsınız, ilk olacaq və bir çox beynəlxalq forumlarda hal-hazırda bu çox bir məşhur və populyar bir istiqamətdir. Vurğuladığım kimi, süni intellekt çox sürətlə inkişaf edir və bir çox sahələrin ayrılmaz bir hissəsinə çevrilib. Və sosial sahədə bunun tətbiqi, xüsusən də Azərbaycanda, çünki bizim dost konseptimiz var və bu bir beynəlxalq brendə çevrilir və biz onun təbliği ilə məşğuluq beynəlxalq arenada və ilkin olaraq biz onun başlanğıcında biz süni intellektin alətlərindən, süni intellektin ideyasından istifadə edə bilsək və onu beynəlxalq arenada da təmsil edə bilsək, bu bizim üçün böyük bir uğur olacaq. Söhbətimizin bu yerində SocialGov 2025 beynəlxalq konfransı ilə bağlı bir sujetimiz var. Həmkarım Lalə İskəndərin reportajını izləyək, ardınca müzakirəmiz davam edəcək. Hello, welcome to the SocialGov 2025. How can I help you? Oktyabrın 24-ü Gülüstan Sarayında süni zəkanın sosial sahəyə tətbiqi barədə müzakirələr olacaq. Məqsəd süni intellektin sosial idarə etmə sahəsində məsuliyyətli və insan mərkəzli tətbiqini təşviq etməkdir. Keçiriləcək konfrans uzunmüddətli bir platformanın ilk addımıdır. Bu tədbir dövlət qurumlarını, texnoloji liderləri, yerli və xarici mütəxəssisləri bir araya gətirəcək. Gələcəkdə xidmətlərin rəqəmsallaşdırılmasında və sosial innovasiyaların yayılmasında əsas rol oynayacaq. Paylaşımız və bizim konfransımızı idarə edəcək. Konfransın təşkilatçılarından olan Dost Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov deyir ki, bu tədbir ölkəmizdə ilkə imza atacaq. Konfransın ideyası ümumilikdə Dost Agentliyinin fəaliyyətindən irəli gəldi. Dost Agentliyi davamlı olaraq sosial sahədə innovasiyaların tətbiqi ilə məşğuldur və biz bu sahədə tək Azərbaycanda yox, hətta dünyada da artıq tanınmış bir təşkilat olmuşuq və Azərbaycan modeli bu sahədə artıq bir çox ölkələr tərəfindən də çox böyük rəğbətlə, çox böyük maraqla qarşılanır. Bu tədbirdə könüllülər də fəal iştirak edəcək. Prosesə cəlb olunmuş gənclər beynəlxalq konfrans təşkilində təcrübə toplayacaqlar.
Könüllülər hazırlıq prosesində bir çox mərhələlərdən keçir və daha çox şeylər öyrənirlər. Belə ki, onların öyrəndiyi və keçdiyi mərhələlərdən biri də bu təlim proqramlarıdır. Təlim proqramlarında onlar ünsiyyət və kommunikasiya bacarıqlarını təkmilləşdirmək üçün bir sıra təlimlərə cəlb olunurlar. Xarici və yerli qonaqlarla mütəmadi olaraq təmasda olurlar. Bu kimi tədbirlər könüllülərin həm şəxsi, həm də peşəkar inkişafı üçün böyük töhfə verir. Onlar həm bu istiqamətdə bir çox bacarıqlara yiyələnir, həm də bunu öz gələcək peşələrində də tətbiq eləyə bilirlər. Help speakers and guests arrive on time to the sessions. Sosial Gov konfransında dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə iştirak edəcək. Konfrans vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, eləcə də əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq kimi mövzularda müzakirələr aparacaqlar. Sizi də orada gözləyirik. Sevindirici haldır ki, DOST konsepsiyası müasir trendlərdən, çağırışlardan geri qalmaq istəmir. Əslində sosial sahə çox şaxəli bir sahədir. Burada fəaliyyət istiqaməti çoxdur. Amma Azərbaycanda sosial sahəni məhz belə beynəlxalq konfranslarla yeni bir mərhələyə qaldırmaq istəyirsiniz, anladığım qədər. Düzdür. Qaldırmaq istəyirik və fikrimiz də ondan ibarətdir ki, bizim indi qonaqlarımızın sayı hal-hazırda bizdə 11 ölkədən nümayəndə qeydiyyatdan keçib. 350 iştirakçı qismində iştirak edənlər olacaq. Xarici qonaqların sayı hal-hazırda 35 nəfərə çatıb. Spikerlərin sayı 14-dür. Və bu xarici qonaqların əsasən də bu həm qurumların rəhbərləridir, xarici qurumların rəhbərləridir, dövlət qurumlarının rəhbərləridir, həm beynəlxalq ekspertlərdir və innovasiyadan olan mütəxəssislərdir və beynəlxalq ekspertlər və liderlərdir bu sahədə olan. Tural müəllim, bu konfransda hansı məsələlər müzakirə olunacaq? Əsasən bizim nəzərimizdə 3 panel sessiyası nəzərdə tutmuşuq. Birinci panel sessiyası rəqəmsal dövlət və süni intellektə transformasiya. Bu ən əsas mövzulardan biridir. Çünki həm də çox aktual bir mövzudur. İkinci mövzumuz bizim sosial xidmətlərdə sosial süni intellekt və sosial inklüzivlik. Bu da əsasən bizim indi sosial sahədə olduğumuza görə bu süni intellektin tətbiqi bizim üçün çox bir vacib məsələdir və əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq. Mən düşünürəm ki, bu 3 mövzunun üçü də çox əhəmiyyətli bir mövzulardır. Əsasən də bu əmək bazarının gələcəyi bir çoxlarının hal-hazırda bir çox sual doğurur ki, bu süni intellekt iş yerlərimizin bağlanmasına gətirib çıxara bilər. Son hesabatlara baxaraq süni intellekt sayəsində 130 milyondan çox yeni iş yeri açılacaq və bu da yeni bir imkanlar yaradacaq vətəndaşlar üçün və dünya qlobal iş mühiti üçün. Bu da o köhnə iş yerlərinin bağlanması ilə və yeni iş yerlərinin əvəz olunması bu texnoloji və bizim rəqəmsallaşmağımız deməkdir gələcəkdə. Əslində çox doğru bir məqamı vurğuladınız. Çünki bəzən insanlar düşünür ki, süni intellekt onların əməyinə rəqib ola bilər. Amma bu tip beynəlxalq xüsusilə konfransların keçirilməsi ilə biz həm də vətəndaşlarımızı, cəmiyyətimizi ona hazırlayırıq ki, xeyr, hər birimiz rəqəmsal savadlı olmalıyıq və gələcəyimiz üçün özümüzü inkişaf etdirməliyik. Artıq tək ali məktəb diplomu ilə kifayətlənə bilmərik. Həyat dəyişir, həyat inkişaf edir. Biz də onunla uyğunlaşmalıyıq və süni intellektlə həyatımızı birləşdirib yolumuza, gələcəyimizə davam etməliyik. Tural müəllim, belə bir şəxsi sualım olacaq. Gündəlik həyatda süni intellektdən istifadə edirsiniz? Bəli, istifadə edirəm. Məncə bütün sahələrə bu toxunacaq. Sahəsindən asılı olmayaraq hər bir insan süni intellektə bağlı olacaq və süni intellektdən istifadə edəcək. Biz indi bunun ilkin mərhələsindəyik və gələcək gənc nəsil, böyüyən nəsil bu süni intellektlə birbaşa təmasda olub, birbaşa bağlantısı olacaq. Bəs sizcə sosial xidmətlərdə süni intellektin tətbiqi vətəndaşlarımıza nə verəcək? Çox geniş mövzudur, amma qısaca olaraq demək istərdim ki, süni intellektin həm şəffaflığı, həm operativliyi, həm inklüzivliyi və əsasən də ki, sosial ehtiyacların qiymətləndirməsində imkanlar yaradacaq. Sosial imkanların qiymətləndirilməsi dedikdə, burada qeyd etdiyiniz kimi əmək bazarı, məşğulluq kimi məsələlər də öz əksini tapacaq. Təşəkkür edirəm. Sonda tədbirlə bağlı qeyd etmək istədiyiniz hər hansı bir xüsusi nüans varmı? Dost.gov.az saytından tədbirə qeydiyyatdan keçə bilərsiniz və hamınız dəvətlisiniz.
tədbirə. Təşəkkür edirəm. Mən artıq qeydiyyatdan keçmişəm Doskova saytından və ümid edirəm ki, bu tədbir uğurlu olacaq və davamlı olacaq. Təşəkkür edirəm ki, bugün gəldiniz və studiyamızın qonağı oldunuz. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Bəli, Dost Agentliyinin idarə heyətinin sədrinin müavini Tural Mayılov qonağımız idi. Bugün sosial rifah sahəsində süni intellektin rolu, yeniliklər və gələcəyə baxış barədə danışdıq. Fikirlər, ideyalar, təcrübələr paylaşıldı. Məqsəd isə eynidir. Daha ədalətli, daha çevik və insan mərkəzli sosial sistem qurmaq. SOSGOV 2025 konferansında iştirak edən bütün nümayəndələrə və təşkilatçılara uğurlar arzulayırıq. Yeni görüşlərdə yenə obyektiv baxışla qarşınızda olacağıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.